Salam dəyərli abituriyentlər. Bu dəfəki izahımız dim test toplusu birinci hissədə ismin hallanması mövzusunun üzərində olacaq. Birinci testimizdə şeir parçası verilib. Deyilir ki, bu nümunədə altından xətt çəkilmiş sözlərdən yalnız biri təsir realdadır. Bildiyimiz kimi, I şəkilçisi həm mənsubiyyət şəkilçisi, həm də hal şəkilçisi, yəni təsiri hal şəkilçisi kimi götürülə bilər. Bu nümunədə də I şəkilçisi vasitəsilə olan sözlər verilib, bizim üçün altına xətt çəkilib. Avazı, yazı, sazı və bülbülü sözləridir. Bunları ən rahat formada necə tapa bilərik? Əvvəlinə şəxs əvəzliyi artırırıq. Yəni onun sözünü artırırıq. Əgər uyğun gəlirsə, onda demək ki, buradakı şəkilçi mənsubiyyət şəkilçisidir. Uyğun gəlmirsə və yaxud kimi nəyi haranın sualına cavab verən söz kimi götürülə bilirsə, demək bu təsir real şəkilçili sözdür. Nə xoşdur ellərin avazı. Ellərin sözü yerli haldadır. Onun avazı, onların avazı da deyə bilərik. Demək buradakı mənsubiyyət şəkilçisidir. Ölkəmizin yazı, ölkəmizin yerli haldadır. Demək yazı sözü mənsubiyyət şəkilçili sözdür. Şairin qələmi, şairin yerli haldadır. Demək qələmi sözü mənsubiyyətdədir. Aşığın sazı, aşığın yerli haldadırsa, demək ki, onun ikinci tərəfi, həmin söz birləşməsinə daxil olduğu söz birləşməsinin ikinci tərəfi mənsubiyyət şəkilçilidir. Burada qalır bülbülü sözü. Bülbülü mat qoyan nəyi? Sualına cavab verir. Onun bülbülü mat qoyan da deyə bilmirik. Demək, doğru cavabımız A bəndi bülbülü sözü təsiri yalda olan sözdür. İkinci sualımız, dan şəkilçisi ilə işlənmiş hansı söz isimdir? Çoxdan zərfdir, yanğından çıxışlı halda olan, yəni dan şəkilçili isimdir. Doğru cavab B bəndidir. 6-dan saydı, olmaz. Ondan ya çıxışlı halda olan say kimi, ya da şəxs əvəzliyi kimi düşünülə bilər. Bu da olmaz. Yağlıdan, yağlı sifət olduğuna görə bunu da götürə bilmərik. Doğru cavabımız B. Üçüncü sualımıza baxaq. Nümunədəki dost isminin hansı hallarda işləndiyini müəyyən edin. İki dost sözü var burada. Dost, dostuna. Birinci dost sözü adlı haldadır. Heç bir şəkilçisi yoxdur və yaxud da artıra bilmirik. Dostuna sözündə A şəkilçisi var. Demək, yönlü haldadır. Adlıq və yönlü halda olan sözlərdir. Doğru cavabımız B bəndi. Dördüncü testimiz hansı cümlə çıxışlı halda olan isimdən başlayır? Güldan stolun üstündə idi. Güldan sözündəki dan şəkilçisi leksik şəkilçisidir. A bəndi olmaz. Əvvəldən zərfdir. Çıxışlı halda olan isim sayıla bilməz. İsimlə başlanır deyir bizə. Oyundan hamı razı qaldı. Oyun isimdir, dan çıxışlı haldır. Doğru cavabımız C bəndidir. Digərlərinə də baxaq. Hərdən gəlib məni görərdi. Hərdən zərfdir, dən burada leksik şəkilçisidir. Kimdən soruşdum demədi. Kimdən çıxışlı halda olan sual əvəzi idi. Bu da ola bilməz. Doğru cavabımız C. Beşinci sualımıza baxaq. Biz sülh tərəfdarıyıq cümləsində sülh sözü ismin hansı halındadır? Sülh tərəfdarıyıq söz birləşməsi, sülh tərəfdarı söz birləşməsində tərəfdarı sözündə mənsubiyyət var. Demək, ikinci tərəf mənsubiyyət isə birinci tərəfdə yəli haldır. Demək, doğru cavabımız B bəndidir. Altıncı sualımız, hansı cümlədə yönlü halda olan isim var? Suallara diqqət etmək lazımdır. Bəzən soruşur yönlü halda və yaxud digər hallarda olan söz və yaxud konkret olaraq isim. Bu bizi çaşdırmasın, diqqətli olmaq lazımdır bunda. Demək, azadlığı istəmirəm zərrə-zərrə, qram-qram. Burada azadlığı təsiri haldadır, götürmürük. 100 il ansan da onu xatirə tək, o vəfasız qayıdıb gəlməyəcək. Onu var, təsiri halda olan əvəzlidir.
C bəndində bir həftədən sonra vuruşmağa gedənlərin sayı xeyli artdı. Vuruşmağa sözü yönlü haldadır, amma məstərdir. Götürmürük, isim soruşur bizdən. Qızım, sənə deyirəm, gəlinim sən eşit. Sənə sözü yönlü haldadır, amma əvəzli idi. Bizə isim lazımdır. 100 dəfə zirvəyə baxmaqdansa, bir dəfə zirvədən bax. Zirvəyə sözü yönlü halda olan isimdir. Demək, doğru cavabımız E bəndi. 7-ci sualımız hansı cümlədə çıxışlıq halda olan isim vardır? Səlim bağdan dünən gəlib. Bağ isimdir, danda çıxışlıq halda olan çıxışlıq halın şəkilçisidir. Demək, doğru cavabımız A bəndi. Digərlərinə baxaq. Yamandan yaxşını yamandan ayırmalıyıq. Yamandan sifətdir, olmaz. 5 6-dan azdır, 6-dan saydır, olmaz. Qorxmadan demək lazımdır. Qorxmadan sözü var burada. Demək, feili bağlamadır, olmaz. Hərdən biz tərəflərə də gəlin. Hərdən sözü demək zərfdir. Dən burada leksik şəkilçidir. Bu da olmaz. Doğru cavabımız A bəndi. Məktub sözü hansı cümlədə təsiri haldadır? Mən ona bir məktub göndərdim. Qeyri-müəyyən təsiri halı adlı haldan fərqləndirməkdən ötürü üsullarımız var idi. Onlardan biri də nə idi? Qeyri-müəyyən təsiri halı elə yerindəcə müəyyən təsiri hala çevirmək. Yəni şəkil çatdırmaq. Mən ona bir məktubu göndərdim. Demək, buradakı məktub sözü təsirli haldadır, A bəndi. Digərlərinə də baxaq. Məktub hələ dostuma çatmamışdır. Nə məktub? Adlı haldadır, olmaz. Bu Eldarın məktubudur. Burada U mənsubiyyət dur şəxs xəbəri şəkilçisidir. Bu da adlı haldadır, olmaz. Dostumun cavab məktubu mənə gec çatdı. Dostumun yeğəliş məktubu sözündə də U mənsubiyyət şəkilçisidir. Demək, adlı haldadır. Bu da olmaz. Məktubun məzmununu sənə danışmışdım. Burada məktubun məzmunu söz birləşməsidir. Birinci tərəf yeğəlidir. Sahiblik yeğəliyi bildirir. İkinci tərəfdə də mənsubiyyət var. Ona görə doğru cavabımız A bəndi olacaq. 9-cu sual. Nümunədəki yeğəli halda olan sözləri müəyyən edin. Bir əlində yaz günəşi, birində bahar. Neçə bayram qarşılayır bizim nəsillər? Yaz günəşi söz birləşməsində günəşi sözündə i mənsubiyyətdir. Demək, onun asıl tərəfi yaz sözü də yeğəli halda olacaq. Demək, yeğəli halda olan sözlərdən biri yaz sözüdür. Bizə söz dediyinə görə, isim demədiyinə görə ikinci misraya baxırıq. Bizim sözü yeğəli halda olan şəxs əvəzidir. Demişdik ki, birinci şəxsin təkində və cəmində yeğəli hal şəxs əvəzilərində n əvəzinə m samiti qəbul edir. Doğru cavabımız olacaq yaz bizim. C bəndi. 10-cu sualda kitab sözü aşağıdakı cümlələrin hansında adlı haldadır? Biz kitab mağazasına getdik. Burada kitab mağazası söz birləşməsində mağazası sözündə mənsubiyyət var. Demək, kitab sözü yeğəli haldadır. Və yaxud məzmununa baxırıq. Sahibliyi yeğəliyi bildirir. Kitabın mağazası mənasına gələcək. Bütün qeyri-müəyyən yeğəliyi müəyyənə çevirə bilmirik. Anlaşılsın deyə bu formada ifadə etdim. Bu olmayacaq. Yeğəli halda oldu. İnsanın ən yaxın dostu kitabdır. Dır şəxs xəbəri şəkilçisidir. Nədir sualına cavab verir. Adlı haldadır. Sirac mağazadan kitab aldı. Əvvəl dediyimiz kimi kitab aldı, kitabı aldı. Qeyri-müəyyəni müəyyənə çevirməkdən ötürü yerindəcə demək, şəkilçi artırır. Demək, təsir yaldaymış. O, kitab həvəskarıdır. Kitab həvəskarı söz birləşməsində ikinci tərəfdə mənsubiyyət var. Həvəskarı. Demək, kitab sözü yeğəli haldadır. Və yaxud sahiblik yeğəliyi bildirir. Demək, kitab sözü yeğəli halda olacaq. Dostuma bir kitab bağışladım. Yenə qeyri-müəyyən təsiri haldadır. Kitabı bağışladım. Bu da təsiri halda